Salam əziz şagirdlər, Güvən 5-7 riyaziyyat kitabından adi və onluq kəsirlər mövzusunda, adi və onluq kəsirlər və rasional ifadələr mövzusunda test izahına baxaq. Variant B. Birinci sual. Surətləri 3, 5 və 7, məxrəcləri 2, 4, 6 ədədlərindən düzəldilmiş bütün mümkün kəsirlərin cəmini tapın. Məxrəc 2, surəti 3, 2-də 3, 2-də 5, 2-də 7 yazarıq. Lakin düzgün kəsir olduğuna görə bunlardan heç birisini götürmürük. Biz düzgün kəsirlər lazımdır. Məxrəci 4 olan, surəti isə 3, 5, 7 olan düzgün kəsirlər təkcə 4-də 3-dür. 4-də 5 və 4-də 7 düzgün olmayandır. Məxrəci 6, surəti 3 düzgün kəsir. Məxrəci 6, surəti 5-də düzgün kəsir. Məxrəc 6, surəti 7-dirsə bu düzgün olmayan kəsirdir. Deməli, bütün mümkün kəsirlər yazdıq. İndi həmin kəsirlərin cəmi lazımdır. 4 və 6-nın ortaq məxrəc 12. Birinci kəsiri 3-ə vuraram. İkinci kəsirin surəti məxrəcini 2. Üçüncü kəsirdə 2-yə. 4-də 3-ü məxrəci 12 olan kəsir şəklində yazmaq üçün surət və məxrəci 3-ə vurdum. 12-də 9. 6-da 3-ü məxrəci 12 olan kəsir şəklində yazmaq üçün 2-yə vururam. 12-də 6. Üstəgəl 6-da 5-i məxrəci 12 olan kəsir şəklində yazmaq üçün 2-yə vururam. 5-i də 2-yə vursam 10. Məxrəclər eyni olduğuna görə surətləri toplayıram. 9-dan 6, 15, 10 da gəlsəm 25. 12-də 25 düzgün olmayan kəsirdir. Qarışıq kəsir çevirmək üçün surəti məxrəcə bölürəm. 25-i 12-yə bölsəm 2 dəfə yerləşir. Qalıq qalır 1. Qalığı da yazırıq surətdə 2 tam 12-də 1 B variantı doğru cavab. İkinci suala baxaq. Ədəd oxu üzərində A 2 nöqtəsi, B 8 nöqtəsi arasında yerləşən S də bunların arasındadır. İkisi. S ikisi bu nöqtələrə qədər məsafələr bir-birinə bərabərdir. Bura 8. AC və SB məsafələri eynidir. X 2 və 8 nöqtəsinin ortasında yerləşib. Yəni X-i tapmaq üçün 2 ilə 8-i toplayıb 2-yə bölək. Onu da 2-yə böləndə olur 5. X-in aldığı qiymət 5-dir. X 5-dirsə 5-dən 8-ə qədər məsafə 3. X 5-dirsə 5-dən 2-yə qədər məsafə 3. Yəni AC və SB məsafələri bir-birinə bərabər olur. Doğru cavab C variantı. Tapşırıq 3-ə baxaq. Ədəd oxunda A2, B20, CX nöqtələri üçün AC 2BC olarsa X-in mümkün qiymətləri cəmini tapaq. Birinci halda A və B nöqtələrini kənarda yazaq. C nöqtəsini bunların ortasında yerləşir kimi qeyd edək. A 2-dir, B 20-dir, C isə X-dir aldığı qiymət. Deməli, BC AC-dən 2 dəfə balacadır. Çünki şərtdə verilib AC bərabərdir 2BC-dirsə, BC AC-dən 2 dəfə balacadır. AC 2 dəfə böyükdür. BC K'dırsa, AC bundan 2 dəfə böyükdür. Olacaq 2K. AC yəni 2K üstəgəl CB K'dır. Bərabərdir. AB məsafəsi isə 2 və 20 arasındakı məsafə A nöqtəsi 2-dir. B nöqtəsi 20. 2 ilə 20 arasındakı məsafə 20-dən 2 çıxsam olacaq 18. 3K bərabərdir 18. 18-i 3-ə bölsəm K bərabərdir 6. K 6-dırsa CB məsafəsi 6. AC məsafəsi 6-nı 2-yə vuranda 12. X-i tapmaq üçün 20-dən 6 vahid soldakı ədəd 20 çıxılsın 6. Bərabərdir 14. Deməli, X-in aldığı qiymət 14-dür. Yaxud da A nöqtəsindən 12 vahid sağdakı ədəd 2 üstəgəl 12 yenə olacaq 14. X oldu 14. İndi ikinci hala baxaq. A və B nöqtələrini qeyd eləyək. Bayaq B nöqtəsini C nöqtəsini ortada qeyd eləmişdim. İndi C nöqtəsini kənarda qeyd eləyək. A 2-dir, B 20-dir. C nöqtəsi isə X-dir. Nöqtələri BC yenə AC-dən 2 dəfə balacadır. BC X-dırsa, BC-yə K deyək. BC K-dırsa, AC bundan 2 dəfə çoxdur. Deməli, B nöqtəsi A və C nöqtələrinin ortasında yerləşir. AB məsafəsi də olacaq
K yazaq. Bunun x yox. Çünki x S'nin koordinatıdır. Bu da olacaq K. AB də K, BC də K, ümumi məsafə də olacaq 2K. Həm də AC BC-dən 2 dəfə çox idi. AB məsafəsi K'dır. AB arasındakı məsafə 20-dən 2 çıxsam olacaq 18. Çünki A nöqtəsinin koordinatı 2'dir, B nöqtəsinin koordinatı 20'dir ise aralarındakı məsafə olacaq 20 çıx 2, 18 cm. İndi C nöqtəsini tapaq. C nöqtəsi B'dən 18 vahid sağdadır. Çünki aralarındakı məsafələr eyni idi. C nöqtəsi B'dən 18 vahid sağda yerləşdiyinə görə B nöqtəsi 20'dir. 20'dən 18 vahid sağdakı ədədi tapmaq üçün toplamalıyam. Oldu 38. Bayaq C'nin aldığı qiymət 14 idi. X'in aldığı qiymət indi isə 38. Bunların cəmi də olacaq 52. Doğru cavab C variantı 3'dür. Baxaq 4-cü tapşırıq. Kitab deməli birinci gün oxuyur, ikinci gün oxuyur, neçə səhifə oxunmadı. Kitabın 150 səhifəsi var. 150'nin birinci gün deməli 0,2 hissəsini oxuyur. 150'nin 0,2 hissəsini oxumaq 150'nin 0,2'yə vurmaq deməkdir. Baxaq neçə səhifə oxuyubdur. 0 ilə vergülü silərək 15'i 2'yə vuranda 30. Birinci gün 30 səhifə oxuyubdur. İkinci gün qalanın 3'də 2 hissəsini oxudu. 150 səhifəlik kitabdan birinci gün 30 səhifə oxuyubdursa çıxaq, qalacaq 120 səhifə. İkinci gün də qalanın, yəni 120'nin 3'də 2 hissəsini oxudu. 120'nin də 3'də 2 hissəsini tapırıq. Ədədi isə göstərən ədədə vurmalıyıq. 120'yi vur 3'də 2. 120'ni 2'yə vurub 3'ə bölürəm. 120'ni 2'yə vuranda 240, 3'ə də böləndə 80. Deməli ikinci gündə 80 səhifə oxudu. Kitabın neçə səhifəsi oxunmamış qaldı. 150 səhifəlik kitab idi. Birinci gün 30 səhifə oxudum. İkinci gün 80 səhifə oxudum. Çıxanda da olacaq 40 səhifə. Doğru cavab D variantı. Baxaq 5-ci suala. A vurulsun B bölünsün C. A'nı 4 dəfə artırıram. Deməli A'nı 4'ə vururam. C'ni isə 2 dəfə azaldıram. C'ni 2'yə bölürəm. Bərabərdir. 4AB. C'nin məxrəcindəki 2'ni surətdə çıxır. 4'ü də 2'yə vuranda olur AB böl C. Əgər kəsrin məxrəci azalırsa, kəsrin qiyməti artır deməkdir. Kəsrin surəti artırsa, kəsir özü artacaqdır. 8 dəfə artar. Doğru cavab C variantı 5'də. Baxaq 6-cı tapşırığa. 3'də 1, üstə gəl 5'də 1, üstə gəl 7'də 1 bərabərdir A. 3'də 2, üstə gəl 5'də 4, üstə gəl 7'də 6 bərabərdir X. Cəmini A ilə ifadə eləyin. Sistem tənlik kimi quraq, tərəf-tərəfə toplayaq. Burada 3'də 1 ilə 3'də 2'ni toplayaq. 5'də 1 ilə 5'də 4'ü, 7'də 1 ilə 7'də 6. Sağ tərəflərdə 1 toplayaq. 3'də 1 ilə 3'də 2'nin cəmi olacaq 3'də 3. 5'də 4 ilə 5'də 1'in cəmi 5'də 5. 7'də 1 ilə 7'də 6'nın cəmi 7'də 7. A üstə gəl X. 3'ü 3'ə böləndə 1, 5'i 5'ə böləndə 1, 7'ni 7'yə böləndə 1. A üstə gəl X. 3 bərabərdir A üstə gəl X. Bizdən deməli X'in aldığı qiyməti soruşurdular. X da bərabər olacaq 3 çıxılsın A'ya. Doğru cavab D variantı. Baxaq 7-ci suala. 0,6 sütun şəklini toplayaq. 0,6 üstə gəl 0,6 üstə gəl 0,6 üstə gəl 0,6. Tərəf-tərəfə toplasaq, demək çatışmayanların yerinə 0 da yazaq. Bu ədədləri toplasaq, sıfırlarla 6'nın cəmi 6. Deməli 6'ların təkrarlanması alınacaqdır. Cavabımız olacaq 0,6. Bərabərdir N'də M. Dövürdə 6'nı adi kəsrə gətirək. 9'da 6 bərabərdir N'də M. 9'dan 6'nın cəmini orada verməyiblər. 9'dan 6'nı 3'ü ixtisar aparaq, qalsın 3'də 2. N'də M. M'in aldığı qiymət 2.
N'in altılı qiymət 3. N üstəgəl M cəmini soruşurdular. 3 üstəgəl 2 bərabər olacaq 5'e. Doğru cevap B variantı. 8-ci tapşırığa baxaq. Məxrəc K-dırsa, məxrəclər eyni olduğuna görə surətləri toplaya bilərəm. 3 üstəgəl 4 üstəgəl 5. 7 ilə 5'in cəmi 12. K'nın neçə natural qiymətində? K'ya elə qiymətlər verməliyik ki, 12'yə bölünsün. 12'nin bölənlərini yazmalıyıq. 12'ni sadə vuruqlara ayıraq. 2 vurulsun, 2 vurulsun, 3. 2'nin kvadratı vur, 3 üstü 1. 12'nin natural bölənlərin sayı qüvvət üstəli 1 vahid artırıb vurmalıyam. 1 üstəgəl 1. 3'ü də 2'yə vuranda olur 6. Deməli, K'nın 6 dənə natural qiymətində verilmiş ifadə tam natural qiymət alacaqdır. Yaxud da 12'yə yaxud 12'ni elə ədədlərə bölməliyik ki, natural qiymət olsun. 12'ni 1'ə bölsəm, yəni məxrəcdə 1 olsa, K bərabərdir 1 olsun. 12 ilə 1'in nisbəti olacaq 12. 12'ni 2'yə bölsəm 6 yeni olur natural qiymət. 12'ni 3'ə bölsəm, 12 3'ə bölünür, 4 yenə natural qiymət verir. 12'ni 4'ə böləndə də 3 verir natural qiymət, 6'ya bir də 12. Yenə K'ların sayı olacaq 6, yaxud da düsturdan hesablayıb tapa bilərsiniz. Baxaq 9-cu suala. Velosipedçi yolun 3'də 1'ini getdikdən sonra daha 5 kilometr getməlidir ki, yolun yarısına çatsın. Əgər yol x-dırsa, yolun 3'də 1'ini, yəni 3'də 1'i vur x. X'in 3'də 1 hissəsini tapırıqsa, x'i 3'də 1'ə vururuq, olur 3'də 1 x. Üstəgəl 5 kilometr də getsə, yolun yarısına çatıb olur. Yəni 3'də 1 x ilə 5'in cəmi olacaq yolun yarısı. Yol x-dırsa yarısı da olacaq x bölü 2. 5 bərabərdir. 2'də x çıxılsın 3'də x. Ortaq məxrəc 6'dır. Birinci kəsri 3'ə vururam, ikinci kəsri 2'yə. 2'də x-i məxrəci 6 olan kəsri şəklində yazmaq üçün surəti də məxrəci də 3'ə vurdu. 6'da 3x çıxılsın 6'da 2x bərabərdir 5. 6'da 3x'dan 6'da 2x çıxsam 6'da 1x bərabərdir 5. X da bərabərdir 5 bölünsün 6'da 1. X da bərabərdir 5 vurulsun 1'də 6. 5'i də 6'ya vuranda olacaq 30. 9'da doğru cevap A variantı. 10-cu tapşırığa baxaq. 12'den %75'in düzgün olmayan kəsirdə yazaq. Olacaq %1275. Kəsirin surət və məxrəcini də 25'ə bölək. 100'i 25'ə böləndə 4. 1275'i də 25'ə bölsək. 127'də 25 yerləşər. 5 dəfə 125, 25'də də 1 dəfə 51. Məxrəcdə qalır 4. 4'də 51'i elə ədədə vurmalıyıq ki, cavab natural olsun. A'ya 1 deyə bilmərik. 1 ilə 4 ixtisar getmir. A'yı 2 desək, 2 ilə 4 ixtisar gedər. Yenə məxrəcdə qalar 2. 51'i 2'yə bölsək kəsir ədəd alır. Demək ki, biz A'ya 4 deməliyik ki, bura 4 yazsaq, 4 ilə 4 ixtisar getsin, cavab natural qiymət qalsın, yəni 51. 100, deməli 10'da A. Burada A'ya biz 40 desək də natural qiyməti alacağıq. A'ya 40 desək, deməli cavab olacaq 510. A'ya 100 desək 1275. Lakin bizdən ən kiçik qiymət soruşduğuna görə həmin ədədlərin arasından ən kiçiyini götürəcəyik 4'ü. 4'də 51'i də 4'ə vuranda 51 natural qiymət verir. 11-ci tapşırığın həllinə baxaq. 11'də deməli tam birinci 11'də bu x-ları saymasaq, ən birinci halda. Çünki bu çıxılandır. Bunu saymayaq. Bütöv tam rənglənən 3 tamdır. 3 tamdan bu kəsir hissədir. Olacaq 6'da 5. 3 tam 6'da 5 hissəsi rənglənibdir. 3 tam 6'da 5. Çıxılsın. İndi x qoyan hissələrə baxaq. O çıxılan hissədir. X bir bura qoyulubdur. Bu 1 tamdır. Digər x isə bu tərəfdədir. Olacaq 1 tam 6'dan 2 hissəyə x qoyulub. Bərabərdir. İndi qalan hissəyə baxaq. Qalan budur. 2 tamdır. Bir də buradadır qalan 3 pay. 6'dan 3 pay. Bu da A variantı uyğun gəlir. 11A.
Baxaq 12-ci tapşırığa. 2 hissəyə bölünmüş 200 metr uzunluğunda məhdilin birinci hissəsinin 1/3, ikinci hissəsinin 0,5-nə bərabər olarsa hər iki hissəni tapın. Əgər məhdil 2 hissəyə bölünübdürsə, birinci hissə A olsun, ikinci hissə B olsun. A ilə B-nin cəmi 200-dür. Birinci hissənin 1/3, yəni A-nın 1/3, ikinci hissə B-dir. Bunun 0,5-nə. 0,5-i də adi kəsrə gətirsəm, ixtisar eləsəm 2/1 olur. B-nin 2/1-nə bərabərdirsə, ortaya bir bərabərlikdə yazıram. 3-də A-nı 1-ə vuranda A, B-ni 1-ə vuranda B. Əgər nisbətlər bərabərdirsə, A 3K olmalıdır, B bərabərdir 2K olmalıdır. Çünki A-nın yerinə 3K yazsam, 3K-nı 3-ə böləndə K, B-nin yerinə 2K yazsam, 2K-nı 2-yə böləndə K, yəni K, K-ya bərabər olur. Bu ifadədə yerinə yazaq. 3K üstəgəl 2K bərabərdir 200. 5K bərabərdir 200. 200-ü də 5-ə bölsəm, K bərabər olacaq 40. K-nın aldığı qiymət 40-dırsa, ədədləri tapaq. 3-ü 40-a vursam 120. 2-ni 40-a vursam olacaq 80. İkinci qiymətdir. Doğru cavab A variantı. 13-cü tapşırıqda əgər A-larda mənfilərin sayı tək sayıdadırsa cavab mənfidir. Mənfilərin sayı cüt sayıdadırsa cavab müsbət olacaq. 1, 2, 3, 4, 5, 6 cüt sayıda olduğuna görə bu müsbət 9-u verəcək. A bərabərdir 9. B-yə baxaq. Mən 1, 2, 3, 4, 5, 6, 7 tək sayıda olduğuna görə cavab mənfi 8 verəcəkdir. A çıxılsın B-ni tapaq. 9 çıxılsın B-miz mənfi 8-dir. 2 mənfi yanaşı gəldiyinə görə toplansın 8-ə də çevrilər. Olar 17. Doğru cavab A variantı. 14-cü tapşırıq yeni eynidir. A bərabərdir. Burada A'da mənfi işarələrin sayı 14-dədir, yəni cütdür. Cütdürsə cavab müsbətdir. B bərabərdir. İşarələrin sayı 17-dir, təkdir. Deməli cavab mənfidir. 284. Yerinə yazaq. 7 çıxılsın mənfi 284. 2 mənfi yanaşı gəlirsə toplama. 7 üstəgəl 284 toplasaq da olacaq 291. Doğru cavab D variantı. Məxrəci 12 olan ixtisar olunmayan düzgün kəsirlərin sayı. Birinci kəsir 12-də 1-dir, ixtisar olunmayan. İkinci kəsir 12-də 2 ixtisar olunur. 12-də 3, 12-də 4, 12-də 5 ixtisar olunmayandır. 12-də 7 ixtisar olunmayan, bir də 12-də 11 ixtisar olunmayandır. 4 dənə kəsir, doğru cavab B variantı. 16-cı tapşırığa baxaq. Məxrəci 15 olan düzgün kəsirlərdən neçəsi sonlu onluq kəsirdir? 16-cı tapşırıqda məxrəci 15 olan düzgün kəsirlərdən neçəsi sonludur? Məxrəc 15-dirsə, sonlu olması üçün məxrəci vuruqlara ayıraq. 15-in yerinə 3 vur 5 yazaq. Kəsirin sonlu kəsir olması üçün məxrəcdə 2 5-lər ya 2 vuruğu ya 5 vuruğu iştirak etməlidir. Amma məxrəcdə 3 vuruğu iştirak etdiyinə görə həmin kəsir sonsuz kəsir olacaqdır. Bizlər isə sonlu olmasını istəyirik. Demək ki, məxrəcdəki 3-ü biz ixtisar aparmalıyıq. Yəni, surəti elə qiymət yazmalıyıq ki, məxrəcdəki 3-lə ixtisar geçsin, məxrəcdə təkcə 5 qalsın. Əgər məxrəcdə 5 qalarsa, bu kəsir sonlu kəsir olacaqdır. Biz 15-də 1 yaza bilmərik, çünki 1-lə 3 ixtisar getmir. 15-də 2 də yaza bilmərik, 2 ilə 3 ixtisar getmir. Yəni, 15-də 2 sonsuz kəsir olacaqdır, çünki məxrəcdə 3 vuruğu var. Demək ki, məxrəcdə ya 5-lər, ya 2-lər, ya da 2 və 5-lərin hasili şəklində yazılmalıdır. Bu sadə vuruqların hasili şəklində yazılmalıdır. Əgər həmin vuruqlardan başqa digər vuruq iştirak edirsə, kəsir sonsuz kəsirdir. Əgər 3-dürsə, surətdə biz 3-ün bölünənlərini yazmalıyıq. 15-də 3 yazsam, 3-lər ixtisar gedər, qalar 5-də 1. 5-də 1 sonlu kəsirdir. Olacaq 15-də 3 birinci kəsir. Sonra 15-də 6, çünki 3 ixtisar gedər, qalar 5-də 2. 15-də 9, yəni 3 ixtisar gedir, 15-də 12. 4 dənə kəsir. Doğru cavab C variantı 16-dır. Baxaq 17-ci tapşırığa. Məxrəci 18 olan
Kəsirlərdən neçəsi sonsuzdur? Deməli, sonsuz olması üçün məxrəcdə 2 və 5-dən başqa digər vuruq iştirak etməlidir. 18-i vuruqlara ayırsaq 2 vur, 3 vur, 3. Əgər 3-lər iştirak edirsə, həmin kəsir sonsuz kəsirdir. Məxrəci 18 olan 17 dənə düzgün kəsir vardır. 18-də 1, 18-də 2, 18-də 3 və s. 18-də 17. Deməli, 17 dənə bu cür düzgün kəsir vardır. İndi biz əgər surətə 9 yazsaq, 9 ilə buradakı 9 ixtisar gedər, məxrəcdə qalar 2də 1. Bu olacaq sonlu kəsir. Deməli, bu kəsirlərdən yalnız 9 yazsaq, 3-lərdən hər ikisi ixtisar gedər. 6 yazsaq, 6 ilə 3-lərdən biri ixtisar gedər, digər 3 yeni olduğu kimi qalar. Ona görə 3 və 3-ün hasilini surətdə yazıram, 9. 18-də 9 kəsiri sonlu kəsirdir. İxtisar aparsam 2də 1 qalar. Məxrəcdə 2 vuruğu iştirak edir. Bir dənə kəsir sonludur. Qalan bütün kəsirləri isə sonsuz kəsirdir. 16 dənə doğru cavabdır burada C. 18-ci suala baxaq. 0,1 dövrdə 3-ü adi kəsirə keçirək. Dövrdəki rəqəmlərin sayı qədər 9. Dövr və vergül arasındakı rəqəm sayı qədər 0. Bütöv 13-ü yazıram. Çıxıram 1-i. Olacaq 90'da 12. 6'ya da ixtisar aparsam burada qalar 2. 90'ı da 6'ya böləndə 15'də 2. Aşağıdakilerden hansı ola bilməz? Nisbət olduğuna görə bura 15K deyək, burada 2K deyək. N-ə 15K deyək, M-ə də 2K deyək. Bərabər olsun 13K. K-ya 1 desəm cavab olar 13. Bu fərq. K-yı 2 desəm 13 vur 2 26 ola bilər bu fərq. Bu M çıx N-dir. N çıx M. N çıx M fərqi bərabərdir. N-imiz 15K, M-imiz 2K çıxanda oldu 13K. K'yı 2 desem 13 vur 2 26 olabilir. K'yı 3 desem 13 vur 3 39 olabilir ama cevapta verilmeyiptir. 13 vur 4 52 olabilir C variantı. 13 vur 6 78 olabilir D variantı. Deməli B variantı 13 34 olabilmez. Yani 13'ü biz K'ya vursak 34 vermeyecek. K eğer natural ədəddirsə. Yani elə bir ədəd yoxdur. Onu 13'e vurum. Cevap 34 alınsın. Baxaq 19-cu tapşırıq. A ədədi B-nin 0,6 hissəsi. A ədədi B-nin, yəni birinci gələn surət, ikinci gələn məxrəc. 0,6 hissəsi olacaq 10-6. İxtisar da aparsam 5'də 3. B ədədi C-nin 0,5 hissəsi. B birinci gələndi surət, C ikinci gələndi məxrəc olacaq 10-5. A ədədi C-nin hansı hissəsidir? A birinci gəlir surət, C ikinci gəlir məxrəc. Tapaq. B 5'dir, surətdədir. Deməli, burada da B'nin aldığı qiymət 5'dir. B'ye 5 deyə bilərik. Sonra A3, burada eynidir. C isə ona bərabərdir. Məxrəclər eyni götürməliyik. A oldu 3, C oldu 10. B isə 5'dir, o verilməyibdir. 10'da 3 də 0,3 deməkdir. C variantı 19. Sonuncu suala da baxaq 20'ye. X'da A. Deməli 3 olanda sonlu olmalıdır. İkinci kəsir 4 olanda sonsuz olmalıdır. Sonra 5 olanda sonsuz, 6 olanda da sonlu kəsir olmalıdır. Baxaq hansı variantdır. Burada doğru cevap C'dir. Yerine qoyaq baxaq. X'ın yerine 30 qoysam, 30'da 3 ixtisar aparsam 10'da 1. Birinci şərtə görə bura 1 yazaq. 2, 3, 4. Demək ki bu 1'dir. Bu 2'dir. 3'dür. Bu da 4'dür. A'ya birinci şərtə görə sonlu onluq kəsirdir. Bəli 0,1 sonludur. Bu doğrudur. 2'də deməli A məxrəcdə 30 yazaq. 30'da 5 ixtisar aparsaq qalır 6'da 1. 6'da 2'yi vur 3. Yəni 3 vuruğu iştirak etdiyinə görə 2 sonsuz kəsirdir. Cevapta da 2'ni sonsuz veriblər. Doğrudur. 3'də 30'da 4. 2'ye de ixtisar geçsə qalar 15'də 2. Yəni 15'in içində 3 vuruğu olduğuna görə bu da sonsuz kəsirdir. Şərti doğrudur. 30'da 6. 6'yı ixtisar geçsə 1. Burada qalar 5. 5'də 1 sonlu kəsirdir. Çünki məxrəcdə 5 vuruğu vardır. Bunu da ödədi. Doğru cevap 20'də C variantı.
Digər qiymətlərdən birini götürək. Məsələn 36-nı götürək. 36'da 3. Burada sonlu kəsir kimi veriblər. 36'da 3'ü A bərabərdir 3 olsun. 3'ə bölsək 1, 3'ə bölsək 12. Amma 12'ni sadələşdirsək 2 vur, 2 vur 3 yazarıq. Burada məxrəcdə 3 olduğuna görə bu kəsir sonsuz kəsirdir. Amma şərtdə sonlu kəsir veriblər. Ona görə x 36 ola bilməz. X'in aldığı qiymət isə 30'dur. Test izahının sonuna çatdıq. Sağ olun. Gələn videoda görüşənədək.